Deməli şagirdlər, beləliklə biz başladıq dərsə. Ekranı görürsüz. 60 nömrəli tapşırığa qədər biz yazmışdıq. İndi 61 nömrəli tapşırıqdan başlayırıq yazmağa. 61 nömrəli tapşırıq nədir? 61 nömrəli tapşırıqda yazılıb ki, klaviaturadan daxil edilmiş sətirdə rəqəm simvollarını silərək çap edən proqramı Python dilində yazın. Nümunəni görürsünüz. Giriş nümunəsi verilib. Bir də çıxış nümunəsi verilibdir. Yenə ikinci sətirdə giriş nümunəsi verilib, çıxış nümunəsi göstərilibdir. Rəqəm simvollarını sadəcə silməliyik. Deməli, bu sadə proqramlardan hesab olunur. Simvolun rəqəm olub-olmadığını yoxlamağın mən sizə 3 metodla öyrətmişəm. Düz 1 yox, 2 yox, 3 metodla simvol rəqəmli yoxsa yox. Birinci metod ondan ibarət idi ki, sətri qəbul edirdik. Sətri qəbul etdikdən sonra burada bir boş sətir qoyurduq. Boş sətir dedikdə, yəni rəqəmlərdən ibarət bir sətir qoyurduq. Belə bir sətir qoyurduq. Sonra başlayırdıq həmin sözün simvollarına nə etməyə? Müraciət etməyə. Həmin sözün simvollarına müraciət edərkən sayğaclı dövr bizə imkan verirdi ki, həmin sözün simvollarına müraciət edək. Daha sonra burada da bir dənə boş sətir qoyuram. Məsələn, k bərabərdir. Bu boş sətir nəyə xidmət edəcək? Mən yoxlayacağam, əgər simvol rəqəm deyilsə, o zaman k-nın içərisində nə edəcəyəm? Əlavə edəcəyəm. Necə əlavə edəcəyim? Yapışdırıb əlavə edəcəyim. Məsələn, boş siyahı da qoymaq olar. Amma daha sonra biz siyahını join eləməliyik. Amma ki, burada ona ehtiyac yoxdur. Onda birinci qayda. Əgər in s, yəni i s-dən isə, s-ə daxil olandır, s qrupundan isə, s-in içərisində yerləşəndən isə nədir? Bizə lazım olan deyil. Yəni, onda biz nə yazmalıydıq? Əgər i not in olsa bizə lazım olandır. Not in daxil deyilsə, onda k-nın üstünə əlavə et, həmin i-ni çapa göndər. Və nəticəni nə edirik? Yekun olaraq print edib görə bilərik. K-dadır. Məsələn, özümdən mən heç oradakı nümunə uzundur, daxil etmirəm. Bir neçə sətir ədəd daxil edirəm. Belə bir şey. Görürsünüz, ancaq rəqəmləri adlı sətirləri əlavə elədi. Başqa bir metod ondan ibarət idi ki, biz belə bir iş görə bilərdik ki, burada bu sətri yazmazdıq. Yoxlayardıq, əgər i dırnaq işarəsi daxilində, bunu keçən dəfə də demişəm, 0-dan böyük, 9-dan kiçik, 0-dan böyük bərabər, 9-dan da kiçik bərabərdirsə, yəni ora daxildirsə, artıq daxil deyilsə də, belə deyək, fərqlidirsə, bura daxil deyilsə, k-nın içərisinə elementi əlavə et. Bax, nə edə bilərdik? Belə edə. Yaxud daxildirsə, yenə də elə k-nı k-ya mənimsətmək, boş sətir kimi, əks halda k-nı artırmaq olar. Belə, yəni, əsas odur ki, ən münasib metodu mən sizə nə etdim? Yazmış oldum. İndi digər bir metod deyəndə üzr istəyirəm. Məsələ nədir? Digər bir məsələ 62 nömrəli məsələdir. 62 nömrəli məsələyə də mən nə edəcəyəm indi? Sizinlə birlikdə baxış keçirəcəyəm. Deməli, biz hələ 62-yə baxmamışdan qabaq sizlə break operatorundan tez-tez istifadə edirdik. Break ilə birgə işlənən, yəni break ilə tez-tez adı çəkilən birgə də olmasa, bir operator var, ona deyirlər continue operatoru. Siz bundan da istifadə edərək nə edə bilərsiniz? Analoji olaraq bayaqki kodu yaza bilərsiniz. Yəni, continue o deməkdir ki, yəni keç, bunun üstündən nə et? Çıx keç. Bunun üstündən çıx keç, qalma bunun üstündə. Continue bax bu deməkdir. Ona görə də mən də yazdım ki, dedim ki, əgər i s-ə daxildirsə, heç iş görmə, continue elə, keç üstündən. Yəni, i rəqəmdirsə, keç.
Rəqəm deyilsə, yəni bu şərt ödənəndə continue olacaq. Ödənməyəndə də nə olacaq? K onsuzda toplanacaq. Rəqəm olanda continue aşağı buraxmır. Continue nə edir? Bax belə geri gedir. Görür mausu nətər işarə edirəm? If, in, continue aşağı qoymadı. Özündən sonra operator qoymur icra oluna continue. Bax görürsüz qoymadı. Yuxarı qayıtdı təzədən. Yuxarı qayıtdı. Bax buradan başladı. Şərt ödəndisə belə qayıtdı. Özündən sonra qoymur. Şərt ödənməyən halda da özündən aşağı buraxır və bu icra olmur. Yəni bunu da bir metod kimi istifadə etmək olar. Mən mümkün ola biləcək, ağlıma gələcək bütün metodları sizə deyirəm ki, kim harda hansı yadına düşdüsə tətbiq edəsin. Yəni ən azı 3 dənə, 4 dənə metodla çalışaram sizə göstərim. Növbəti məsələ. Növbəti məsələ 62 nömrəli məsələdir. 62 nömrəli məsələdə uşaqlar yazılıb ki, dövr operatorundan istifadə etməklə Ülkər dərsdəsən, Ülkər dərsə qoşulub uşaqlar. Ülkər də dərsə qoşulub. Mən onsuz da şagirdlərimiz zənglə hamısını dərsə qoşuram, bir məcburi əmək. Dövr operatorundan istifadə etməklə bizə siyahı veribdi. 3, 4, 5, 6, 7, 8, 9, 1, 2 siyahısının elementlərinin ədədi ortasından böyük olan elementləri ekrana çıxaran proqram Python dilində yazın. Deməli uşaqlar, bu da sadə proqramlar sinfinə aid olur. Sadə proqramlar sinfinə aiddir. Heç oradakı deyir, mən də konkret oradakı üçün yazıram. Giriş nümunəsi başqadır. Bir də orada bu giriş nümunəsi deyil. Bu deyir konkret bu siyahı üçün nə yaz? Kod yaz. Özdə bu məsələlərin əksəriyyəti düzgün tərtib olunmamış məsələlərdir. Yəni mən dəfələrlə bu haqda belə deyək, ağzım çatan yerdə, ünüm yetən yerdə dəfələrlə bildirmişəm problemləri. Amma hansı ki, görürəm ki, nədir artıq buradadır, psixoloji olaraq sadəcə öz səhhətimə zərər vermiş oluram. Niyə? Çünki bunu yazan bir şagird nəyi səhvdir? Əslində məsələ səhv deyil. İndi mən izah verəcəm niyə mən deyirəm bunu. 9, 1, 12. Məsələn, burada şagird belə bir iş görsə, əsaslı olaraq imtahan zamanı demir ədədi ortasından. Bax, nə edir? Ədədi ortanı şifahi olaraq özü tapar. Ədədi ortanı tapandan da sonra elementləri də müqayisə eləyər. Özü böyük elementlərdə nə edir? Printin köməyi ilə bir-bir çap eləyər. Ona kim deyə bilər ki, sən səhv eləmisən? Amma belə kodlara nə verirlər? 0 bal verirlər. Ona görə də məsələnin şərtində əgər sən 0 bal vermək istəmirsənsə şagirdə, əzizim, sən deməliydin ki, dövr operatorundan istifadə edərək, yoxsa sən hansı əsasla şagirdə 0 verirsən, hansısı ki 0 verirlər. Meyarı qoyanda nə edirlər? Meyarda qoyurlar ki, başqa cür yazıblarsa. Ona görə də siz belə məsələləri xətti yazmayın, heç bax, dövrlə yazın. Mütləq dövrlə yazın ki, nədir? Davam edəsin. İndi gec-tez bu proseslər düzələcək. Yəni həmişə qalmayacaq. 5 ilə 3 ilə bu da yerini alıb düzələcək inşallah. Amma zaman lazımdır. İndi bunun uşaqlar kod yazarkən, ümumiyyətlə Dövlət İmtahan Mərkəzi üçün kod yazarkən siz çalışın ən qısa kodu istifadə edin. Çalışın ən özünüzü əziyyətə salmayan metod istifadə edin. Çünki onsuz da burada belə deyək, şorla yağa qiymət verən yoxdur. Yəni nə mənada? Orada sizdən tələb olunmur ki, yox sən alqoritmik üsulla yaz. Sən alqoritmik üsulla əziyyət çəkib yazdığın hal təqdirdə belə sənə o qədər də bir böyük mükafat verməyəcəklər. Kodun hansı üsulla olursa düz çıxarırsa, sən işini görmüş sayılırsan. İndi ona görə də bax, mən də görürsünüz, bir dənə funksiya istifadə elədim. Ədədi orta dediyindən mən bu metodla nəyi tapdım? Cəmi tapdım. Sayına da bax elə bölüb eyni zamanda bir işi görürəm. Sayı neçədən? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10'a böldüm. Artıq ədədi orta hazırdır. İndi elementlərin ədədi ortasından böyük olan elementləri. İndi başlayıram bir-bir müraciət eləməyə. For i in a. Deyirəm, əgər element i-dədir də, böyükdürsə b-dən, o zaman nə iş gör? Print həmin elementi çap et. Vəssalam. Bununla da kod alqoritmik yazmadıq, belə yazdıq. Bununla da bu kodu biz yerinə yetirmiş olduq. Sonra keçirik. Əgər sualınız olduqda da siz deyin də mütləq sualınızı. Onun yerinə Lena da yaza bilərdi.
Yox, range ilə yazsaydıq, amma range ilə nəyə ehtiyac ki, for i-nə yazıq? Onda gərək biz index metodu ilə müraciət edərdik. Onda belə bir dəyişiklik edərdik. For i in range lena. Onun da yerinə burada mən əldən sayıb yazmışam 10, amma lena yazmaq olardı. Yəni özüm saydım, dedim nə edirəm ki, onsuz da konkret elementi verib də lena. Yaxşı, o özü saysın, mən saymayım. Lena, burada da lena, yəni indekslərdən belə müraciət edərdim. Deyərdim ki, əgər a i böyükdürsə b-dən, hə, o zaman i-ni yox, artıq elementi, yəni indeks lazım deyil. Elementi çap et. Anlaşılırmı fikrim? Bəli, Yenə aydın. də gördünüz eyni şey 6, 7, 8. Yəni hər işi bu dəfə kompüterin özünə tapşırdım, özümə əziyyət vermədim. İndi keçdik 63 nömrəli tapşırığa. 63 nömrəli tapşırıqda şagirdlər yazılıb ki, tekstil şirkətinin işçiləri həftənin bütün günləri ərzində sifariş edilən məhsulların sayını özündə saxlayan ədədlərdən ibarət siyahı tərtib edirlər. Son bir həftə ərzində sifariş edilən malları siyahıya daxil edən proqramı Python dilində yazın. Deməli, bu dolayısıyla bizdə o biliyi yoxlamaq istəyir ki, bu test tapşırığı görək biz boş siyahının içərisinə element əlavə eləyə bilirik, yoxsa yox. Mən də bunu sizi dəfələrlə demişəm. Və bir daha deyirəm, istəyir bu il imtahan verənlər üçün, istəyir gələn il imtahan verənlər üçün. Siz kod söhbəti var ha, bax bu kod. Siz elə bir məsələyə mənlə bir yerdə çalışırıqsa, siz heç bir halda elə bir məsələyə rast gəlməyəcəksiniz ki, həmin məsələdən biz tanışıq yox, işləməmişik. Yəni siz bu ildə, gələn ildə imtahana girərkən siz görəcəksiniz bu məsələnin biz eynisini işləmişik. Day bu tip məsələləri eləyə bilirəm yox. Yəni uzaq keçmiş deyil ki, 10-12 gündən sonra hətta imtahan olacaq. Hamı sualları görəcəksiniz. Onda da görəcəksiniz ki, biz bu məsələnin eynisini işləmişik. Ola bilsin ədəd fərqi var. Yəni orada deyir 10 dənə ədəd üçün biz 7 dənə ədəd üçün işləmişik. Oxşarın yox, eynisin hətta. Ona görə də məsələləri diqqətlə yanaşın. Yəni kənar oradan buradan mən sizə nəsə təqdim etmirəm. İndi siyahının da mən bilirəm ki, məsələlərdə tez-tez bizə lazım olur. Elementin siyahıya yığılma qaydası. Mən bunu hələ onlayn dərsin içərisində 2 metodla demişəm. Bir, orta məktəbdən kənar, yəni biraz peşəkar şəkildə map funksiyasının köməyi ilə, yəni burada siyahının elementləri sayın göstərmirsən. Elə siyahını daxilsən, ürəyin nə vaxt istəyir, əli klaviaturadan çəkirsən və onu da götürür. Bir də orta məktəb həcmində, çərçivəsində demişəm ki, əvvəlcə sən siyahının elementlərinin sayını soruş, sayını soruşandan sonra o saya uyğun həll et. Burada da bu məsələ kənar məsələ deyil, tam standarta uyğundur. Deyir, həftənin günləri ərzində sifariş edilən mallar, həftənin də 7 günü var. Ona görə də biz 7-ni onsuz da məlumdursa ondan niyə alırıq ki? 7 gün üçün yazılacaq, 5 gün üçün yox. Onda boş siyahı qoyuram. Boş siyahını qoydum. 7 dəfə dövr təşkil edirəm. While-la da təşkil edə bilərsiniz. Mən indi birazdan da while-la da eləyərik bunu. Çoxdan da while-la müraciət eləmirik. For i in range deməli nədir? Burada yazıram 7. 7 dəfə dövr. 7 dəfə indi burada aşağıda nə iş yazsam bu kursor yana yerdə o 7 dəfə icra olunacaq. Mən nə etməliyəm? Mənə deyir ki, bütün günləri ərzində sifariş edilən məhsulların sayını özündə saxlayan. Say. Məhsulun adını demir ha. Deyir ki, məhsulun sayın. Ən azından məhsulun adı və sayı desəydi, biz biraz kənara çıxmalı olacaq. Lüğətlərdən istifadə edəcəkdik. O da bizim orta məktəb kursunda tədris olunmur. Ona görə də sayın deyibdi. Yəni ədəd ancaq yığacaq. Ədəd də nədir? Say söhbəti varsa burada naturaldan söhbət gedir. Da float yazmağa ehtiyac yoxdur. Ona görə x bərabərdir int input və bu sayı nəyə əlavə etmək lazımdır? Siyahının içərisinə atmaq lazımdır. Və x. Bununla da məsələ həll oldu. Və siyahını çapa göndərmək lazımdır. Mən burada maraq üçün burada bildiriş verirəm. Siz həqiqətən görəsiniz ki, bu 7 dəfə icra olunur hər bir şey. Deyirəm ki, sayı daxil et.
Baxın. Birinci dəfə bax, sayı daxil et. Məsələn, tutaq ki, corab sifariş vermişəm. 3 dənə. Köynək sifariş vermişəm. 6 dənə. Görürsünüz, hər dəfə bax 7 dəfə məndən soruşacaq. Nə bilim, kostyum sifariş vermişəm. 9 dənə. Başqa nəsə sifariş vermişəm. Başqa bir şey sifariş vermişəm. Başqa bir şey sifariş vermişəm. Başqa bir şey sifariş vermişəm. Gördünüz? 1, 2, 3, 4, 5, 6, 7 dəfə bu iş icra olmuş oldu. Buna da ait sualınız yoxsa, mən demişdim biz bu işi nə ilə də görə bilərik. Bax, bu hissəni ləğv eləyəcəyəm. Bu hissə onsuz da eyni olacaq. Şərt operatoru ilə də görə bilərik. Bunu da ləğv elədim. İndi şərt operatoru üçün biz nə qoyuruq? Dövr dəyişənin buradan özümüz qoyurduq. 1-dən başlayıram, çünki naturaldır. Deyirəm, nə qədər ki, i 7-yə gedib çatmayıb. Görürsünüz? İndi arada nə yazacamsa yazacam. Bax, bura baxın. i bərabərdir. i plus 1. Artıq hər şey qurulubdur. Bax, şərt operatoru, dövr operatoru belə işləyir. Şərtli dövrlə. i bərabərdir. i plus 1 öz yerində. İndi burada nə yazsam onu 7 dəfə yerinə yetirəcək. Elə deyilmi? Burada mən nə yazacaqdım? Bunu yazacaqdım da. Görürsünüz? Bu yerindədir. Bax, bunu yazacaqdım. Bunu da yazdım. Eyni işi görür. Yenə printdən eynir, eyni işi görür. İndi də print A yazdım. Bunu da icraatına ehtiyac yoxdur. Onsuz da əminliklə bildik ki, bu nə edəcək? İşləmiş olacaq. Əgər sualınız yoxsa davam edirik şagirdlər. Nə edirik? Biz keçirik növbəti tapşırığa, yəni 64 nömrəli tapşırığı sizinlə işləməyə. 64 nömrəli tapşırıqda bizə yazılıb ki, klaviaturadan daxil edilən müsbət tam ədədin rəqəmləri əks ardıcılla çap edən proqramı Python dilində yazın. Bunu da biz dəfələrlə demişik. Yüzlərlə belə məsələ işlətmişik. Bu yüzlərlə sözü biraz çox, indi biraz o çoxaltma dərəcəsi üçündür. 100 dənə də işləməz, ən azı 30-40 dəfə biz bu prosesi qabartmışıq. 30-40 dəfə, 30-40 dəfəyə əminəm. Yəni, necə 30-40 dəfə? Qapalı testləri biz çözərkən orada belə məsələlər bizə rast gəlib. Başqa metodlarla, tərs metod, reverse, join, bax, hər biri artıq deyəndə adamın beynində siqnal verir. İndi bunu oxşarınla keçən dərsimizdə, onlayn dərsimizdə yazmışdıq. İndi mən müxtəlif metodları göstərəcəyəm. Klaviaturadan daxil edilən müsbət tam ədədin rəqəmlərini əks ardıcıllıqla çap edən. Ən sadə metod S bərabərdir. Belə bir metod var idi, sətri tərsinə çevirmək. Sətri tərsinə çevirmək metodu belə idi ki, biz sətrə belə müraciət edirdik. Bax, belə. Hansısa sətrə müraciət ediriksə, məsələn, tutaq ki, S sətrinə müraciət ediriksə, o belə bir şey baş verir. İndi büsbütün sətri seçmək nə idi? Bu idi. Yəni, sən əgər belə bir işarə verib çap eləsən, bunu bir dəyişənə mənimsədirəm. Məsələn, K bərabərdir. S sətrin nə olsa, elə bu yenə S sətrin soldan sağa hamısı mənimsədəcək K-ya. Yəni, K da elə S sətrinə bərabər olacaq. Məsələn, amma burada nə yazırdıq? Burada 2 yazanda bunun mənası nə idi? Bunun mənası o deməkdir, 0-dan 2-yə qədər kəsikləri götür. Amma belə bir şey yazanda, bunun mənası nə deməkdir uşaqlar? Bunun mənasını kim deyər? Bu nə deməkdir? S 2 dənə qoşa nöqtə 2. 2-2 gedəcək. 2-2 gedəcək. Gəlin görək, doğrudan mı 2-2 gedirmi? A, B, C, D, Y, F, K, L. Deməli, ikinci qoşa nöqtə gələndə məna dəyişir. Birinci kəsik idi. Baxın. Nə edirik? Nə çap elədi? A, 1, 2. Yəni, birinci A-dan başladı. Birinci, ikinci. Da 2 dənə B ilə C-ni ötürüb üstünə gəlib D yox. A-dan başladı. 1, 2 C-nin üzərinə düşdü. C-dən başladı. 1, 2, 2 Y-nin üzərinə düşdü. F-dən başladı 2K-ya. Gördünüz, L-də düşmədi. Yəni, bu ikinci qoşa nöqtənin mənası o deməkdir, addımla. Amma bu kəsikdir. Addımla deməkdir. Onda mən uşaqlar belə bir şey yazdım. Özdə
Bunun mənası o deməkdir ki, başlanğıcdan addımla, başlanğıcdan addımla, başlanğıcdan addımla get. Amma indi nə verdi? DF eləyirdi. Yəni bu demək ki, 3-cü indeksdən 2-2 addımla. Sadəcə belə qoyanda biz deyirik ki, nədir? Başlanğıcdan addımla. Onda belə bir şey yazdımsa, bunun qabağında bəs belə bir şey qoysam nə baş verəcək? Bu deməkdir ki, sətrin başlanğıcından sona qədər götür. Götürəndən sonra mənfi olduğundan mənfi indeksləmə sağa gedirdi. Sağ tərəfdən mənfi 2-2 addımla. Gördünüz? Sağ tərəfdən net mənfi 2-2 addımla. Nə baş verdi? Bura diqqət eləyin. Birinci L. Sonra nə baş verdi? Sonra F. Görürsünüz? Sonra nə baş verdi? Deyil. Yəni sağdan başlayaraq elementləri 2-2 addımla çap et. Onda 2-2 addımlayanda simvolun birin buraxıb birin çap eləyirsə, bax sizə büsbütün bunu izah etdim. Ha, kod qaldı, təzədən sizdən oturdum şagird kimi təkrarladım. Onda 2-2 çap eləyirsə, bütün simvolları bir-bir düzmək üçün mən nə edirəm? Mənfi 1 yazıram da. Mənfi 1 də yazdım və salam. Tərsinə yıxdı hamısını. Sağdan başlayaraq neynədi? Elementləri bir-bir düzməyə başladı. Sağdan başlayaraq. L, sonra K, sonra F. Gördünüz şagirdlər? Bunu birbaşa da tətbiq eləmək olardı. İndi bizdə konkret mən bu nümunə üçün yazdım. Orada deyir klaviaturadan daxil edən müsbət tam ədəd. Müsbət tam ədəd deyəndə artıq mən sətir tipində almalıyam. Bəzi şagirdlər suallar verir mənə. Deyir ki, müəllim, orada müsbət tam ədədin deyir. Axı biz belə yazsaq biz üçün xətadırmı? Yəni biz müsbət tam ədəd fakt daxil eləməmişik. Biz mətn daxil eləmişik. Bunun üçün heç də nə olmayacaq? Problemi heç bir halda olmayacaq. Yox, əgər siz hardasa sonradan o müsbət tam ədədi hardasa əməl işarələri tətbiq eləyəsiniz. Böləcəksiniz, çıxarsınız, hə, sonda nəyə çevirərsiniz? Int eləyərsiniz. Int eləyib çapa verərsiniz. Amma bunu int də eləməsən, lazım olan problemi yerinə yetirir. Yəni indi buradan biz nə daxil etdiksə, nə baş verdi? Görürsünüz, tərsinə yığdı. Hətta bunu biraz da qısaltmaq olar. Bax, belə bir şey eləyib. Yeni dəyişənlər elan etmirəm. Yeni dəyişən elan etmək gələcək həyat üçün. İndi yox. İndi işinizi nə tər sizə asan gəlirsə kodu elə yazın. Sizə heç kim qadağa qoymayacaq, qoya bilməz. Yeni dəyişən elan etmək həmişə işin səmərəsini azaldır. Görək belə də işləməlidir mənim zənnimcə. Hə, burada nədirsə nəyisə düz tətbiq etmirəm, amma bunu keçən dəfə belə işlətmişəm. Bu belə işləyir. Birbaşa əsas odur göstərdim. Yeni dəyişənə daha çox meyl eləməmək üçün bunu mən istədim sizə göstərəm. İndi buna baxacağam niyə belə işləmir. Orada nə deyir? Deyir nəsə sintaksis səhv var, nəsə. Hə. İndi bundan başqa, bəs bundan başqa necə eləyərdim? Başqa kodları mən sizə niyə göstərirəm? Başqa kodları ona görə göstərirəm ki, başqa kodları. Siz təkcə kod yazma işi üçün yox. Kod yazma işi üçün yox. Siz qapalı testləri çözərkən nə edə bilərsiniz? Probleminiz olmasın. Görürsünüz, mən qapalı testləri çözəndə testə baxan kimi deyirəm bu ədədi tərsinə çevirir. Onda filan işi sürətlə yerinə yetirirəm. Bax, bu nədir? Kod bacarığından qaynaqlanır. Başqa bir üsul. Deməli, mən artıq sətri qəbul edirəm. Alqoritmik üsul. Sətri qəbul edəndən sonra burada bir dənə boş sətir qoyuram. Boş sətir qoydumsa, başlayıram sətr elementlərinə bir-bir müraciət etməyə. Sətrin elementlərinə müraciət edib belə bir iş görürəm. Baxın, əgər belə yazsam, K bərabərdir, say sistemlərin yadınıza salın, K bərabərdir, K plus I yazsam, elə mən nə etmişəmsə, nə daxil eləmişəmsə də onun özünü çıxardacaq. Dövr daxilində yoxlama verirəm, prosesi müşahidə edin. Baxın, məsələn, tutaq ki, yazıram A, B, C, D, əlifba sırası kimi bir şey yazdım, siz dəyişikliyi görə bilərsiniz. Baxın, birinci dəfə nə baş verdi? I-ni çap elədim. Görürsünüz, I nədirsə, yəni A, sonra B, C, D olur. Onda K-nın da içərisinə birinci A-nı atacaq, arxasınca B-ni yapışdıracaq, sonra C-ni, yəni elə nə daxil etmişəmsə, onun nəyini çıxardacaq? Özün çıxartmış olacaq. Yəni bir fərq olmayacaq. Görürsünüz? Mərhələ-mərhələ baxın. Birinci dəfə A. Sonra A-ya yapışdırdı B.
Sonra C-ni, ən axırda da ABC'ni sağ tərəfə çəksəm, nə olacaq? Ümumiyyətlə yekun ABC'ni çıxaracaq. Ona görə də mən birinci A-nı götürdümsə, A-nın əvvəlinə nə yapışdırmalıyam? A-nın əvvəlinə başqa bir elementi yapışdırmalıyam. A-nın əvvəlinə B-yi yapışdırmalıyam. Bax, B gəlməlidir A-nın nəyinə? Əvvəlinə və nə olsun? Tərsinə çevirsin. Ona görə də K bərabərdir K plus I yox. Sağ sistemlərində də biz belə bir şeylərlə rast gəlmişdik. Tərsinə düzülüş. Çünki axı orada 10-a bölə-bölə gedib tərsinə 2-yə, 8-ə bölə-bölə gedib tərsinə düzülüş edirik. İndi prosesə baxın, görün nə baş verəcək. A, B, C, D. Yaxud 1, 2, 3, 4, 5. Ən aydın burada özünü çarpacaq. Baxın, birinci dəfə 1. 1-in qabağına i oldu 2, 2-ni yapışdırdı. Görürsünüz, niyə? Çünki 2 üstə gəlinsin K. K 1 idi. 2 üstünə 1 gələndə 21 elədi. Növbət dəfə i oldu 3. 3-ün üstünə i 3-dür. 3-ün üstünə K-nı, yəni 21-i yapışdırdı. Elədi 321. Gördünüz? Bax, bu da algoritmik metod. Aydındırmı? Algoritmik metod. Bunlar hamısı qapalı testlərdə düşür. Deyir, aşağıdakı testi çöz. Yaxud belə olmur. Funksiya daxilində bu hissə, bu fraqment verilir. Deyir, siyahının elementlərini bir-bir götürsün, nə baş verir? Yaxud başqa cür də etmək olar. Yəni, artıq belə bir şey. Bunun bəzən görüm o yadımda qalıbsa deyəcəyəm. Ən çox belə də verirlər. K bərabərdir 0 qoyursan, sonra belə bir iş eləyirsən. K bərabərdir. K vurulsun. K vurulsun 10. Üstə gəlsin i. İndi bizim i'miz hərf idi. O ona vurub üstünə gəlmək olmaz. Ona görə də biz nə edəcəyik? Bunu int i. Qapalı testlərdə belə şey çox çözmüş. İndi görün mənim yadımda qalıbsa düz çıxacaq, qalmayıbsa da neyniyək? Int i. Oturub onu fikirləşməyə vaxtım gedir. O da sizə sərf eləmir ki, yəni müəllim otursun orada araşdırsın, biz də durub əlimizi qoyub gözləyək. Int i. İndi gəlin bura baxaq, görək nə baş verir. İşləməsə də daha dediyim kimi də. 1, 2, 3, 4, 5. Uşaqlar baxın. Deməli, burada elə nə daxil etdimsə, onu çıxartdı da. Düz. K-nı 10-a vurub. Üstünə i-ni gəlirəm. Birinci dəfə 0-ı vurdum 10-a, etdi 10, üstünə 1 gəldi. Geldi 1. İkinci dəfə, bu ədədi yığmaqdır artıq. Ədədi yığmaqdır. Bu ədəd yığmaq kimi mənim yadımda qalıb. İndi bunu axırda lap kopyalayıb göstərərəm. Onda, burada sadəcə onda belə getməyək də. Belə geçsə düz alınar yəqin ki. Baxın. Yediyim də axırıncı cəhdimdir. Nə etməyəcəm, vaxt həsr eləməyəcəm. Yəni, mən əsas problemi bu məsələ üçün sizə həsr eləmişəm. Sadəcə əlavə variantları deyirəm. Nə qədər ki, onda bunu belə alıram. Int input. Yəni, rəqəmləri tərsə götürmək lazımdır. Input. İndi deyirəm ki, bunu da n edeyim. Həmişə biz belə şeyi n ilə verirdik. Deyirəm, nə qədər ki, n böyükdürsə 0-dan, o zaman nə edirdik? Rəqəmlərini ayırırdıq. Yazırdıq, q bərabərdir n faiz 10. İndi m mənim əlimə keçdi. Onda bura nə yazım? Yazım q. Ta ki, onsuz da tam ədəddir. Prosesin də davam etməsi üçün buradan da yazıram. M bərabərdir n 10. Və çap edeyim. Olmasa da təzə məsələyə keçin. Gördünüz uşaqlar, burada nə etdik? Proses doğrudan həyata keçirildi. Çünki orada soldan başlayırdım. Elə olduğu kimi. Axırıncı rəqəmi götürür 5-i. 5'i K'nı birinci vurdu 10'a, 0'ı 10'a vurdu elədi. 0 üstüne 5 geldi. 5 düzeldi. Sonra ne etti? İkinci dəfə 4'ü götürdü. İndi bu dəfə K nədir? K'nı 10'a vurdu. K 5 qalmışdı. 5'i 10'a vurandan sonra 50 üstünə nəyi gəldi? 4'ü gəldi. Sonra 54'ü 10'a vurdu, üstünə 3'ü. Gördünüz necə tərsə yığdım? Yəni digər bir metod. Hələ bundan da başqa birini demək olar. Artıq onu deməyə nə edirəm? Lüzum görmürəm. Sadəcə sizi xatırladacaq. Deməli, başqa bir metod ondan ibarət idi ki, inputla alaram, yəni intsiz list eləyərəm. List elə birbaşa list input, o da işləyəcək. Ondan sonra reverse eləyərəm, daha sonra da join eləyərəm, birləşdirib nə edərəm, çap edərəm. Sonra növbəti məsələmiz uşaqlar.
Növbəti məsələmiz bundan ibarətdir. Nədən? 65-dən. 65 nömrəli tapşırıq olacaq yəqin ki. Siyahının elementlərinin ilk və son rəqəmlərinin cəminin 2 mislini hesablayan, çapa verən proqramı Python dilində yazın. Mənə xahiş edirəm, 1-2 dəqiqə fasilə verin. Mən bir dənə özümə su gətirim. Sonra gəlim. Beləliklə qaldığımız yerdən davam edirik. Məsələnin şərtini gördünüz siz. Məsələnin şərtini gördünüz. Məsələnin şərtində bizə deyib ki, siyahının elementlərinin ilk və son rəqəmlərin cəminin ikincisini hesablayıb çapa verən proqramı Python dilində yazın. Yenə də bu məsələnin qiymətləndirilməsi xətalıdır. Mən bunu dəfələrlə fikrimi rəsmi yerlərə də bildirmişəm. İndi bu test toplusu yenilənəcək, məlumatınız olsun. Yəni təzə tədris ilindən yenilənmiş test toplusu ilə yəqin ki, orada nəzərə alınır. Yəni test özü xətalı deyil. Qiymətləndiriləndə artıq xətalı çıxır. Məsələn, bir şagird götürüb bunu belə yazsa, indi deyəcəyim formatda və təqdim eləsə, heç kimin ixtiyarı yoxdur ki, həmin şagirdin balını kəssin. Ancaq balını kəsirlər, çünki meyara salmırlar. Deməli, şagird götürsün, siyahının elementləri sayı məlumdur, özü də çox azdır, 4 dənədir. Həmin siyahının ilk və son rəqəmlərinin cəminin 2 mislini tapsın, mexaniki olaraq beynində 3 üstəgəl 1, 4 vurulsun 2, 6 üstəgəl 8, yəni 14, 28, o birisi 26, digəri də 34. Sonra da hesablayıb nə etsin? Çapa verən. Bir siyahının içərisində append eləsin, 4 dəfə append eləyəcək, çapa versin. Heç kim də buna deyə bilməyəcək ki, sən deyəcək kompüterə yaz, kodu işləyirdi. Götür həmin kodu kompüterə yaz. Həmin kod nə edəcək? Həmin kod işləmiş olacaq. Ona görə də burada yenə də yazmalı idi ki, dövr operatorundan istifadə edərək, yaxud yazmalı idi ki, birinci və sonuncu rəqəmlərinin cəminin hesablayıb dövr operatorundan istifadə edərək çap edək. Nəsə, biz onsuz da işimizi görürük. Biz dövr operatoru ilə onsuz da deyəcəyik və davam edirik. Həmin siyahını mən nə edəcəyəm? Yazıram bura. Təbii ki, burada bu asan tapşırıqdır. Burada nə baş verib? 3 rəqəmli ədədlərdir siyahının elementləri. Amma mənə maraqlı olan odur ki, birdən sizə elə rəqəmlər verərdi ki, orada çox olsun da, yəni 100 rəqəmli ədəd də olsun siyahının tərkibində. Onda necə götürərdiniz? Bax, bu artıq maraqlıdır. Kiminsə fikri olsa deyə bilər ki, mən filan qayda ilə onun ilk rəqəmində nə edərdim? Götürmüş olardım. Deməli, 918. Uşaqlar, başlayıram siyahının elementlərinə müraciət eləməyə. For I in A. İndeksinə müraciətə ehtiyac yoxdur. İndi onsuz da bu 3 rəqəmli ədədlərdir. Hamısı eyni qayda ilə tapılacaq. Onda belə bir iş görə bilərəmmi? Yazaram print. Birinci rəqəmi, yəni yüzlük mərtəbəsindəki rəqəmi götürmək üçün nə etməliyəm? Həmin i-ni bölməliyəm 100-ə tam. Bəstəçlik mərtəbəsini götürmək üçün nə etməliyəm? Onda i-ni bölməliyəm 10-a qalıq. İndi bunun nəyi tapılmalıdır? Cəminin 2 misli. Onda cəminin
Bu da nəyi? 2 misli. Və nə edirəm? Artıq davam edirəm. Gördünüz, nə etdi? Həmin elementlərin cəminin 2 mislini çap etdi. İndi yenə deyirəm, burada başqa bir şey versəydi artıq, birin 4 rəqəmli versəydi, bizim bu kodumuz yararsız olacaqdı. Biz sırf bu siyahı üçün, siyahını özü verdiyi üçün, həmin siyahı üçün tətbiq etmişik. Sonra, əgər bu haqda sualınız yoxdursa, mən keçim 66 nömrəli məsələyə. Deməli, şagirdlər, 66 nömrəli məsələdə nədən bəhs olunub? Yazılıb ki, klaviaturadan daxil edilmiş ingilis əlifbasının hərflərindən və boşluqlardan ibarət sətirdə bütün A simvollarını B simvolu ilə və B simvollarını A simvolu ilə əvəzləyərək çap edən proqram Python dilində yazın. Bu biraz mənə çətin olacaq. Heç etiraf etsəm həlli yadımda deyil. Biraz düşünməliyəm. Sizin əgər həll metodunuz varsa təqdim edin. Mən də bir sizdən yararlanım sizin birinizdə. Kiminsə var yoxsa yoxdur. Mən burada maketi qurunca siz bir metod deyərsiniz. Deməli, klaviaturadan daxil edilmiş ingilis əlifbasının hərflərindən bir n bərabərdir input. İş başda nə yada düşür? Replace metodu yada düşür də, elə deyil. Şagirdlər. Bunu ayrı-ayrı siyahıya çevirib hər birinin simvolunu, anı taparıq, onda ya belə ifadə edə bilərik. Yəni ki, əgər A varsa içində, onu B ilə, B varsa A ilə ifadə edir. Yox da, siyahı da eləyərik. Birinci gəlin sətirlə bir tətbiq edək, görək nə baş verir. Sətirlə tətbiq edək, görək nə baş verir. Ya olmasa bu günləri əlavə dərslərdə keçmişəm, çox yorulmuşam. Yəni mən bu kodları dəfələrlə şagirdlərə yazdırmışam. Tanış kodlardır, amma olmasa çox dayanmayacağım üstündə. Başqa bir vaxtda gəlin dərsin başına altına saxlayarıq. Çünki onsuz da başı biraz adamın yorğun olanda yaxşı fikirləşmir. Mən belə bir şey düşünürəm. Sətirlərə biz replace metodu tətbiq edə bilirdik də, elə deyilmi? Sətirlərə tətbiq edirdik, yoxsa siyahılara? Şagirdlər. Sətrə. Sətrə. Onda birinci dəfə belə bir iş görürəm. Yazıram ki, n replace A-ları B ilə əvəz elə. Amma yəqin ki, bu hələ işləməyəcək. Bir şey göstərmək istəyirəm. Harda A varsa, onu B ilə əvəz elə. Sonra da deyirəm ki, bir dənə də başqa bir dəyişən verirəm. Məsələn, KD. D bərabərdir. İndi K-nın da içərisində A-lar B-lərlə əvəz olunandan sonra B-ləri də nə ilə əvəz elə? A. Bu təbii ki, məncə düz işləməyəcək. Ya hamısı B olacaq, ya da hamısı A olacaq. Bu hardasa belə bir şey mənim ağlıma gəlir. Deməli, B-lər də A. A. Gəlin bir dənə və yekun D-ni çap eləməliyəm mən. Çünki print D. Gəlin A və B-lərdən ibarət nələrsə daxil edək. Məsələn, belə bir şey. İndi sizin öhdənizdə 2-3 dənə A hərfi var burada. A, bir də bir. Görün, A-lar B ilə, B-lər A-nın əvəz olunacaq. Yəqin ki, əvəz olunmayacaq. Mən düşünürəm ki, bunun hamısı yenidən A olacaq, B-lərin də yerinə. Doğrudan da hamısı nə oldu? A oldu. Çünki birinci dəfə bu proses başlayandan sonra bütün A hərfləri də B-yə çevrildi. Oldu B, B. Sonra da bu B-lər də hamısı A olanda təbii ki, A olacaq da. Yəni, bunu belə desək. A, B, A, B. Gördünüz, yenə A. B, A, B yazsam amma. B, A, B, A. Hamısı yenə də nəyə verir? Çünki axırda A-ya. Onda belə bir şey edə bilərikmi? Deməli, mən birinci A-ları B eləyəcəyəmsə, B simvollarını gizlədim. B simvollarını gizlədim. B simvollarını gizlədim. Belə bir şey eləyim. Olmasa dediyim kimi saxlayacağam. Bax, A-ları B ilə əvəz elədim. Və birinci B simvollarını gizlədirəm. Bir dənə dəyişən qoyum. N bərabərdir. N nöqtə replace. Harda B simvolu varsa, onu nə ilə əvəz eləyək? Gizlədək. Məsələn, bir ulduzla əvəz eləyək. Düz. Ondan sonra
Tutaq ki, bax belə bir şeydir. B-ləri ulduz simvolu ilə əvəz edəndən sonra A-ları da B ilə əvəz eləyəcəyəm. Yəni mən tutaq ki, belə bir şey daxil etmişəmsə, baxın. A, B, qoy bir dənə diyez qoyum. Artıq mən burada əslində özüm üçün maket yığıram, nümunə. A, B, A, B, B, B. B-ləri ulduz simvolu ilə əvəz etdik, belə bir şey alındı. Deməli, A, ulduz, sonra A, yenə ulduz, A, ulduz, A, ulduz, A, ulduz, bir dənə ulduz. Yəni, burada A-lar B ilə qayıdıb əvəz olundu. Deməli, burada, bax, bu sətirdə nə baş verəcək? Bu sətirdə baş verəcək, A-lar B ilə əvəz olundu. B, ulduzlara toxunmuruq, ulduz, yenə B, ulduz, ulduz, düz, A-lar həqiqətən. İndi burada da, onda mən ulduzların yerinə nə yazmalıyam? A yazmalıyam da, elə deyil. Çünki bu ulduzlar B-lərdir. Onda burada da belə bir şey qoya bilərəmmi? Ulduzlar A ilə əvəz olsun və D-ni çap edeyim. İndi daha işləməsə də neyniyək? Bunu götürürəm. Ctrl-C. Nə baş verdi? Hamısı BB oldu. Ha, ulduzları mən burada nəyi görüm? İtirdim. Burada əgər belə olubsa, bura qədər proses. Qoy bunu məhdudlaşdırım. Ctrl-X. Print K yazaq. Bura qədər görək proses necə gedir. A, B, A, B, B. Bura qədər proses hamısı B, B gedir. Bəs, hə, burada dəyişməmişəm də. Yoxsa dəyişmişəm. A, B daxil etdim. B-lər hamısı ulduzdan əvəz olundu. Qoy bir dənə də yoxlama verim. M. Deməli, A, ulduz, ulduz. Hə, N-ə tətbiq eləmişəm də uşaqlar. Siz niyə mənə kömək eləmirsiniz? Deməli, burada N yox, əslində olmalıydı M. Görürsünüz? Səhv demirəm ki. Əslində M olmalıydı da. M olmalıydı, M. Baxmırsınız. İndi gördük. Hə, bundan sonra bu yoxlamanı ləğv edirəm buradan. Sonra M replace. İndi buradan da mən nə yazacaqdım? Mən də yazacaqdım belə bir şey. Deyəsən bunu yazacaqdım. 2 dəfə düşdü. Qoyalım yazım. Daha nə edək? İndi baxaq görək düz yazmışıq. Input AB aldım. Sonra N-də B-ləri ulduzla əvəz eləyib gizlətdim dəyişməsin. Belə bir şey oldu. Ondan sonra harda A varsa B ilə əvəz elədim. Ulduzlara toxunmadım. Ondan da sonra nə etdim? K-ya müraciət elədim. Ulduzları da A ilə əvəz eləyib çap etmiş oldum. Yəqin ki, işləyər. Gördüyünüz uşaqlar. Yəni birinci də düz yazmışdım. Ha, sadəcə siz də baxmırsınız. Da mən neyini baxmırsınız da. Demirsiniz ki, müəllim, orada siz M-ə tətbiq eləmisiniz o maskanı. Siz indi M-in üzərində A-nı B-ni dəyişəndə birbaşa burada bu M-in əvəzinə mən təzədən yenə N yazmışdım. Ona görə də o da düz işləmir. Yəni Mən baxıram müəllim. hə, yaxşı edirsən. Ancaq demirsən də müəllim, orada M-in əvəzinə N yazırsan. Deməli, Əlavə dəyişən olmasaydı olardı mən. Ancaq hamısı N üzərində. yox da indi düzəltdim də. Burada bu kodda nəsə sizi qane eləməyən nəsə varsa, mən qayıdım yenə də baxım. Yəni bayaq ona görə Müəllim, söz deyirəm, işləmirdi ki, mən burada N yazmışdım. Əslində mən M-də gizlətmişdimsə B-ləri, burada M yazmalıydım da N-ə yazanda o buradan götürür. Ondan götürmür, N dəyişənindən götürdü. Ona görə o düz işləmədi. Yoxsa bayaq da düz idi. Şimdi çatdıracağım bir sadiq. Tamam, söz deyirdim ki, hamısı N-ə əlavə dəyişən eləməsəydi də olardı. Hə, amma bəlkə də siyahı ilə də nəsə etmək olardı buna. Yəni
siyahı oradan deyəsən Nigar təklif etdi. Dedim müəllim siyahı eləyək. Ona dəqiq cavab deyiləm. Elə bu da hardasa indi təxmini bir ağlıma gəldi. Çünki qabaqcadan dedim ki, birdən yadıma özümü sığortaladım ki, eləməsək gələn dərs baxacaq. Amma siyahı ilə də bəlkə də nəsə eləmək olar. Yəni bunu list eləyək. Olmasa da onsuz da biz nəticə vermişik. Artıq problemi həll eləmişik. Bu da bizim bonusumuzdur. List. List eləyəndən sonra başlayardıq indekslərlə müraciət etməyə. For in range Lenin və belə bir şey yazardım. Əgər ni bəlkə də bu işləməyəcək. Çünki ilk ağlıma gələn siyahı ilə yazmaq olar. Yəni o demək deyil ki, bu mümkün deyil. Mümkündür. Sadəcə mənim ağlıma gələn versiya ola bilsin, işləmədi. Ni bərabərdirsə A-ya, B-yə, yəni B isə, B simvoludursa, onda həmin N-ini biz nə ilə əvəz edək? N-ini əvəz edək. A-la. A mənimsədək. Əks halda, yəni elif N-i B-dirsə, bu yəqin ki, işləməyəcək, əziyyət də çəkib yazdım. Çünki nümunə, bunu dəqiqliyin yoxlamaq üçün gərək bayaqçı kimi nümunəni yaza gedim. Artıq görəm harada problem yaranır, onu aradan qaldıram. Ondakı yazmağa biraz zaman həsr eləmək istəmirəm. Çünki onsuz da bir dənə daha başa düşülən yaxşı metodla yazıb problemi göstərmişəm. N-i bərabərdir B olsun. Başqa da ki, neyniyək? Siyahını çapa göndərək. Siyahı eləyəndən sonra onu join eləmək heç asandır. Siyahı işləyirsə. N. Mən bir də Necə? bir else də qoyaq ki, məsələn, əgər A və B deyilsə, hərfin özünü çap edəsən. Yo, A və B deyilsə onsuz da dəyişməyəcək elementləri. Siyahıdır axı. Deməli, B, A, B deyəsən işlədi ya. B, A, B. İndi də bunu da nə eləyək? Join eləyək. Hardasa deyəsən işlədi. Saati yanaşdım biraz. S bərabərdir. Diyez nöqtə join. Join nə eləyirəm? Arada da heç bir simvol qoymuram. N-i join eləyirəm və S-i çap edirəm. Sətir kimi çıxsın. Və buradan bunu çap edelim. Nə etdi? B, A, B, B. Gördünüz, bu üsulda elə xoşbəxtçilikdən ilk yazan kimi işlədi. Əlavə edəcək. Yəni, mən siyahın elementinə baxdım. Çünki siyahı ardıcıl gedir. Yenidən o replace ona görə baş verirdi ki, bir dəfəyə hamısını çevirirdi. Amma mən birinci dəfə 0-cı indeksə baxıram. B-dirsə A eləyirəm. Əks halda A-dırsa B eləyirəm. Bunlardan da biri dəyişsə dəymirəm. Yəni siyah elementi dəyişmir. Yəni siz bunu dövrü olaraq prosesə baxa da bilərsiniz. Hətta necə dəyişir. Bunu canlı gözlə görə bilərsiniz ki, necə olur, bu proses necə baş verir. Bu kod düşmüşdü. Səhv etmirəmsə 2023-ün imtahanında düşmüşdü. Meyara da bax, nəsə o ulduz metodu qoymamışdılar. Oradan mən təklif eləmişdim da bilmədim nə oldu. Çünki necə təklif eləmişdim, mən gördüm ki, şagirdin biri o metodla yazıbdı. Rus sektorunun şagirdi idi. Çox əla da yazmışdı o metodla və həqiqətən də adam heyrətlənirdi. Belə niyə göstərmədi? Mərhələni düz qurmamışam yəqin. B, A, B, 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 B dəyişdi. Və birinci dəfə. Baxın uşaqlar. Birinci dəfə bax bu A-nı B ilə əvəz eləyib, bunu çap eləyib. Sonra ikinci dəfə bax bu B yerində dayanıb. İkinci dəfə gələn bu B-ni artıq ikinci dəfə bu simvolu götürür. Daha bura yaddan çıxdı getdi. Bu simvolu A ilə əvəz edib. Düz. Üçüncü dəfə nə olub? Bu A prosesə dəyməyib də belə deyək. Bax ardıcıl. Bunu gələni bununla əvəz eləyib. Növbəti dəfə artıq o bir dəfə. Bax bu A-nı bu bununla əvəz eləyib. Bunlara dəyməyib. Növbəti dəfə bu bunu A ilə əvəz edib. Gördünüz, axırıncı bu qalıb. Ən axırıncı da bu bunu A ilə əvəz edib və nəticəni çap edib. Gördünüz, bunu da göstərdim. Yaxşı bir üsul idi.
Sonra bir dənə də məsələyə baxaq. Klaviaturadan daxil edilən sətirdə olan rəqəmlərin cəmini çap edən proqram Python dilində yazın. Yenə də eyni proses, eyni metod. Görürsüz bir metoddan neçə dəfə istifadə edirik. Rəqəmlərin cəmini. Daha məncə bunu göstərməyə ehtiyac yoxdur da. Birinci halda biz bunu rəqəmləri sətirdən nətər seçirlər 2 metodla göstərdik. Hətta 3-cü metodla da demişdim, onu da gəlin yada salın. Yada salın. Cəmin, sadəcə bir dəyişən qoyacağıq. Nə edəcəyik ki, həmin dəyişəndə cəmlər mənimsəyəcək. Bu dəfə o 0 ilə 9-un arasında yaxud başlanğıcda dəyişən qoymaqdan göstərmirəm. Belə bir şey var. Bu yalnız Python proqramlaşdırma dilində işləyir. Input aldım. Sonra başlayıram bir-bir müraciət eləməyə. Buradan bir boş dəyişən qoyum ki, nə olsun? Cəmləməyə xidmət etsin rəqəmləri. Sonra başlayıram simvollara bir-bir müraciət etməyə. Və indi bu dəqiq yadımda deyil ancaq yazılışı. Açar sözü deyəcəyəm, tapmaq olar internetdən hardasa axtarıb. Deyəsən belə bir şeydir. Bax, belə bir şeydir. If bax, belə bir şey olmalıdır. Deyəsən düz yazdım, çıxartdı. İstigit qoşa nöqtə deyəsən olurdu. Mən S bərabər yazmayayım, yoxlayayım, görüm seçə bilir, seçə bilmir. Çünki prosesi görə bilim. Deməli, bir dənə daxil edeyim bura. Belə bir şey. Uşaqlar gördünüz. Bax, digit burada rəqəm deməkdir. Is bir metoddur. Biz orta məktəb kursunda tədris olunmur. Deməli, i simvolunu rəqəm simvolu olduğunu yoxlamaq. Deyir, rəqəmdirsə artıq o i-ni çap elə. Yəni, bu rəqəm olduğunu yoxlayan. Bu metoddur. Metodlar nöqtə ilə tətbiq olunduğu obyektə verilir. Yoxlayır, rəqəmdirsə çap edir. İndi rəqəm olmadığını da yoxlamaq olar da. Bunun üçün də açar söz var. Str nəsə bir şeydir, yadımda deyil. Amma heç o yadımda da olmasa, mən əgər nələri götürmək istəyirəm ki, bayaqçı bir kod var idi, deyirdi rəqəm simvolların sil, rəqəm simvolların sil. Nə yaz? Hərfləri birləşdir. Deməli, hətta bundan da istifadə etmək olar imiş. Yəni, cəm də əlavə etmək üçün burada sadəcə nə yazmaq lazımdır? S bərabərdir, S üstəgəlsin. Artıq int i yazmalıyam. Çünki nədir? Həmin söz hərf də olsa burada onun görünüşünü yoxlayır da, belə deyək, rəqəmdir. Görünüş olaraq rəqəmdir, amma cəmlənmək üçün o intə getməlidir və printi də bu sağ tərəfdən versəm proses nə olacaq? Yekunlaşacaq. Bunun bir str olanın da yoxlayanı olmalıdır. Yəni simvolun str olduğunu. Deyəsən o da is görək str çıxır. Yəni onluq ədəd olduğunu çıxır. Baş hərfi olduğunu, hətta simvolun baş hərfi olduğunu da yoxlamaq var. Görürsünüz, boşluq olduğunu yoxlamaq. Və belə şeylər var. Kiçik hərf olduğunu yoxlamaq. Məsələn, biz simvolun kiçik hərf olduğunu alqoritmik necə yoxlayırdıq? Deyirdik ki, böyük kiçik A hərfi ilə kiçik Z hərfinə daxildirsə, hə. Amma görürsünüz, belə hazır metodlar da var. Is str olmalıdır, is boşluqdur, nədirsə, belə, yoxsa nəsə belə bir şeydir. Yəni, onu mən əzbər yadımda saxlamağa lüzum görmürəm, ona görə yadımda deyil. Və bugün üçün 69 axırıncı məsələmiz olacaq. Bir neçə üsulla hesablasaq, xeyli məsələyə baxdıq. Klaviaturadan daxil edilmiş çox rəqəmin natural ədədin ən kiçik rəqəmi ilə ən böyük rəqəminin cəmini tək və ya cüt olduğunu çap edən proqramı Python dilində yazın. Çox asan bir tapşırıqdır. Çox asan. Olduqca asan. Asandan da asan. Bunu alqoritmik yazanda çətin olacaq. Yəni, hər dəfə müqayisə edirsən, o sağ-altı olan məsələsi. Amma elə mən edirəm. Belə bir şey eləyirəm. Yazıram, bax, bura baxın. M bərabərdir birbaşa list input. Input elə və listə çevir. Input etdik. Belə bir şey yazdım. 2 dəyişən qoymadım. Ondan sonra nə edəcəyəm? Sort eləyirəm. Sort metodu dəyişənə mənimsədilmirdi. Mən səbəbini demişdim sizə. Yəni, hansı ki metodlar dəyişənə hansı mənimsədilir, hansı mənimsədilmir. Bu haqda nə etmişik söhbətə? Bu nöqtələrdə qaldı. Sort olmur. Sort eləyəndən sonra uşaqlar ən kiçik simvol harada dayanacaq? 0-cı indeksdə dayanacaq. Ən böyük simvol 1-ci indeksdə dayanacaq. Məsələn, gəlin yoxlayaq. Print n. Məsələn, belə bir ədəd daxil etsəm, onun verdiyi ədədi 548
61 37 61 37. Məsələn görürsüz, 1 ən solda dayandı 0-cı indeksdə, 8 ən sağda. Onda mən cəmin tapmaq istəyirəmsə, bir dənə dəyişən qoyuram. Deyirəm ki, k bərabərdir. Cəmdir. Int. Artıq görürsünüz orada 1-ə baxın. 1 görürsünüz necə çıxıb? Simvol kimi çıxıbdı. Ona görə int o hansı dəyişənə biz vermişik? N dəyişəninə. N 0 üzərinə gəlilsin. Int. Hə, müəllim, bəs axırıncı simvolu, indi uşaqlar axırıncı simvola nə yazım? Siz deyin. Ay şagirdlər. Lena. Aha. Deməli, Lena nədir? Lena, bəli. Doğrudan da həmişə Lena axırıncı simvolu götürür. Biz range'in də istəyində nə edirdik? İstifadə edirdik. N, yəni özü tapsın da. Mən nə bilim ki, rəqəm neçə rəqəmli ədəd olacaq. Ona görə len A. Belə qarışıq olmasın deyənə bunu nə etmiyorlar. Başlanğıcda da Lena'nı alıb bir dəyişənə verib, 0-cı indeksi bir dəyişənə, digərin birinə vermək olar. Görək burada niyə qırmızı çıxdı? Biz oradan görməmişik. Deyəsən mötərizənin biri artıq. Hə. Len A, N. Lena məncə düz işləməlidir. Len A yox, Lenin. Len N. Siyahımız N-dir ona görə. Hə, bundan da sonra cüt təkliyin yoxlayırıq. Bax bu 0-cı indeksdəki element, amma int elədik toplamaq üçün. Bu da axırıncı element, Leninlə yazdıq. Onu da int elədik toplamaq üçün. Şimdi yoxlayıram. Əgər k faiz 2 bərabərdirsə 0-a, o zaman nə et? Tək cütdə deyir, tək cüt olduğunu, rəqəmlərin cəmini tək. Onda faiz isə print təkdirsə çıxsın tək. Cütsə də nə çıxmalıdır? Deməli, else bunun baş verməlidirsə else cüt. Gördünüz uşaqlar. Məsələn, bu ədəd üçündür. Orada tək göstərib. Yəqin bizdə də tək çıxacaq da. Düz yazmışıqsa kod. Nədir? Xəta verdi. Niyə xəta verdi sizcə? Baxın görək. Deyir ki, indeks xətası var. İndeks xətası var. Görək niyə indeks xətası var? Yəni kənara çıxma var. Genişlik böyükdür. O hardadırsa bu sətirdədir. Bu buradadır. Görürsünüz. Deməli, uzunluğu nə qədərdir bunun? 1, 2, 3, 4, 5, 6, 7-dir. İndi 7-dirsə, görüm 7-ci indekslara düşür. 0, 1, 2, 3, 4, 5, 6. Deməli, onda burada biz nə yazmalıydıq? Ln minus 1. Deyəcəksiniz, müəllim, niyə? Əslində biz range funksiyasında ona görə ln yazırıq ki. Çünki range funksiyası axırıncı qiyməti götürmür. Bunun uzunluğu 7-dirsə, 6-ya qədər götür, amma burada elə bir söhbət yoxdur axı. Sətr burada konkret indeks kimi istifadə edirəmsə. Ona görə bunun uzunluğu nədir? 7-dir. 7-ci element yoxdur. Nömrələmə 0-dan başlayır. Ona görə mən nə etməliyəm? Ln-i 1 azaltmalıyam. İndi isə artıq düz işləyəcək. İndeks xətası, genişlik xətası nə olacaq? Olmayacaq. Cüt çıxdı. Bəs niyə orada tək çıxıb bizdə cüt çıxıbdı? Yeri səhv eləmişdiniz. Ona görə birincisində cüt yazmalıydınız. Bəli. Haqqlısan, cüt yazmalıydıq. Yoxsa indi mən axtaracaqdım oranı ki, görəsən niyə belə bir şey çıxır? Tək. Burada tək. İndi isə yəqin ki, düz çıxacaq da təbii ki. Məsələn, başqa bir ədəd yazaq. 1, 2, 3, 4, 5, 6 dənə 1 yazaq. 2, 3, 4, 5, neçə dənə 1 yazaq. Bunun cəmi nədir? Cüt çıxdı, gördünüz. O birisi başqa birini yazsaq. 23, 095, 23, 095. Bunlar tək çıxdı, bizdə də tək çıxdı. Deməli, şagirdlər, bugünkü dərsimiz bu qədər. Bunu saxlayıram.